Qoğallar hazırdır. Baxın, görün nə gözəldir. Bu şaxpulovun əti. Sabah 2 dənə şaxpulov bişirərəm. İndi sizə bax, bu da düyüləri islatmışam. Qabaqcadan isladıram, duz tökürəm bilməyənlər üçün yaxşı olsun. Bu da paxlava. Gəl, paxlavamız da bişir. Hə, indi sizə bir dənə söz demək istəyirəm dostlar. Hə, dostlar, məsələn üçün ananızın ad günüdür, uşağınızın ad günüdür. Əziz Peterdə olan restoranı olan sahiblər, sizə buradan səslənirəm. Məni çağırıb pover kimi gəlib sizin ad günlərinizin, toylarınızın şaxpulovlarını bişirə bilərəm. İndi inşallah sabah bişirərəm, görərsiniz. Sayfama da baxa bilərsiniz. Elvira Official, ədin, official yazırsınız. Instagram, TikTokum, YouTube'um var, əl işlərim orada hamısı var. Yəni buyurub məni çağıra bilərsiniz. Çoxlu pula ehtiyacım var. Çünki inşallah yeni ilə ev götürmək istəyirəm. Yəni mənə mağazinlərə şirniyyat lazımdırsa bişirim, verim sizə. Kafelərə, təbii ki, xanımlar orada var. Məni də çağırın pover kimi, gəlim yeməklərinizi bişirim. Yəni ki, çoxlu pula ehtiyacım var. İnşallah öz arzuma çatmaq üçün özüm üçün ev almaq istəyirəm öz zəhmətimlə. İnanıram ki, bu videomu hamı WhatsAppda paylaşar, mənə dəstək olarsınız. Sağ olun.